Sual verən şəxs deyir, Hasibinin divanında Kərbəla döyüşü haqqında belə deyilir. Salam olsun öz mövlasının yerinə keçərək onun bayrağı altında ölümü qarşılayan şəxsə. Və sonra şəxs deyir, ey mövlam, biz sizin öyrətdiklərinizdən bilirik ki, çarmıxa çəkilən bənzər Haqqın mələyi Nunrail idi. Bəs Hasibinin ifadəsinə əsasən Kərbəlada bənzər kim idi? Bu maraqlı bir sualdır. Onlar soruşurlar ki, əgər Məryəm oğlu İsa Allah üçün çox dəyərli idisə və Allah onu çarmıqdan qoruyub yerinə bir mələk göndərdisə, eyni hal İmam Hüseyn əleyhissalam üçün də keçərlidirmi? Biz bilirik ki, bu fikirlərdən bəziləri Ələvi məktəbinin böyük şeyxlərindən birinin şeirlərində mövcuddur. O öz şeirlərində açıq şəkildə bildirir ki, İmam Hüseyn əleyhissalamın da bir bənzəri var idi. Bəs İmam Hüseynin əleyhissalam bənzəri kim idi? Həfdüş Şərif kitabına baxdığımız zaman bizə bu barədə aydın işarələr verilir. Həmçinin Əhl-i Beytdən